Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 41 nömrəli marşrutun düz yolun qırağında. Qapı düz yol açılır, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, 3 sotun içində monolit inşa olunmuş, şəxsi inşa olunmuş bir gözəl həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini video son dəqiqələrində sizin nəzərinizə çatdıracağım. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Ev, bax, deyim bəri başdan. Birinci mərtəbə monolit. İkinci mərtəbə monolit. Demək, hörmətli izləyicilər, yuxarıdan da kolonlarla ev. Yəni, birbaşa hörülüb hər tərəfdən, kolonlarla. Giriş darvazası putla idarə olunur. Həyətində besetkası, həyətinə beton döşü, bir dənə həyətini tam etin vurmaq lazımdır. Yüngülvarı azmaz xərci var. Onlar da nəzərə alıb, hörmətli izləyicilər. Həyətində belə sanitar qovşağıdır, gördüyünüz kimi. Bura həyət yanı sahəsinin sanitar qovşağıdır. Evin yan tərəfləri açıqdır. Bütün ətrafına bax belə keçmək mümkündür. Ev, yəni bütün hasarın içindədir. Bunu da nəzərinizə çatdırım ki, yəni evin heç bir qırağı maneəsiliyi yoxdur. Bax bu tərəfində də düz arxasına qədər keçmək mümkündür. Baxın, bax yan tərəfləri belə. Düz keçirsin, düz arxasında hardasa 1 metr yer var arxasında. 1 metrdən də çoxdur. Həyəti ilə tanış olduq. Keçən də evin içi ilə tanış olaq. Ev ideal evdir. Yəni elə bir problemi yoxdur. Yüngülvarı yaşayışlı evdir. Azmaz əl gəzdirilməlidir və salam. Əsas odur ki, ev sababının qapısı belə bahalı qapıdır. Keyfiyyətli qapılardan istifadə olunur. İndi sizdə burada ən incələr deyəcəm. Bax, giriş hissəsi. Bura beton monolit olduğu üçün, bax, bura istifa oldu. Hamısı görsünüz, kabel metallardan, mərmərlərdən döşətdirir. Demək, sağ tərəfdə, sol tərəfdə birinci zalla tanış olaq. Zalı, haradasa deyim də 4-ün 10 metriyə olar. 40 kvadrat zalıdır bəlkə. Çox geniş bir zalı var. Gördüyünüz kimi də, yəni buralar da hamısı istifa oldu. Baxın, zalın genişliyinə baxın. İndi mətbəxi sizə göstərəcəm. Ev sahibi keyfiyyətli materiallardan istifadə edir. Bax, hörmətli izləyicilər. Bu mərmər var, tökmə mərmər deyil. Təmiz mərmərin özüdür, ev sahibi özüdür. Membrandan yığılıb bahalı mebelləri, yəni materiallardan istifadə olunub. Yəni tökmə deyil, təmiz mərmərin özüdür. Bunları nəzərinizə çatdırım ki, xəbəriniz olsun. Yəni nə varsa ev sahibi keyfiyyətli materiallardan istifadə olunub. Keçən indi kollektor sistemi oradadır. Birbaşa demək kombidə ora təchiz olunub. Bura hamam kimi istifadə nəzərdə tutulur, amma həl-hazırda burada istifadə eləmirlər. Burada paltaryon maşinizat, paltarlar qurudurlar. Bunu da nəzərdə çatdırıb. Bu hissəsi də sanuzel hissəsidir, gördüyünüz kimi. Qalxaq indi ikinci mərtəbənin otaqlarıyla tanış olaq. Bax, bu gözlü plakanı da mərmərdən yıldırır, fikir verin. Yəni, ev sahibi burada heç nə əsirgəməyib, amma indi yaşayış deyildir, düzdür. Biraz yüngülvarı xərcə ehtiyac var. Çox az, cüzdür xərci var. Amma qiymət də qəşəng qiymətdir, sonunda deyəcəm. Burası sanuzeldir, ikinci mərtəbənin sanuzeldir. Geniş dəhliz, burada istifa olub. Gördüyünüz kimi, evdə özdə içi dolu satılır, bir də elektroniklər götürəcək. Bunu da nəzərinizə çatdırım. Solda bir otaq. Haradasa 12 kvadrat, uşaq otağıdır. Bir dənə buranın laminatı qalıb. Yəni, görsünüz, diklərlə vurulub, üstündən laminat vurulmalıdır. Elə bir xərci yoxdur. Çox az fərq edir, o sumanın içində. Burada 4-ün 4-də bir geniş yataq otağıdır. Aboylar vurulub. Yenə laminatı qalıb. Yəni, elə bir ciddi bir şey yoxdur. Qapılardır. Ağır qapılardır. 4-ün 6-ya 24 kvadratlıq bir yataq otağıdır burada. Görürsünüz, hörmətli izləyicilər. 4-ün 6-ya 24 kvadrat. Bu da üçün hardasa, deyim də sizə bir 5-50 zada olar. Bu da geniş yataq otağıdır. Yəni, görsünüz, taxlar qoyulub, yəni genişlik göz qabağında. Hörmətli izləyicilər, nəzərdə çatdırıram. Yenə qeyd edirəm. Ev 41 nömrəli marşrutu. Zəngəzur tərəfə 41 nömrəli marşrutu Zəngəzur tərəfdən gedir. Düz Azadlıq metrosu qədər işləyir. Yeri qəşəngdir. Düz marşruta yol açılır, yox. Yəni məsafə yoxdur.
Qapının ağzı asfalt, yağış görməyən yerdir, su vuran yer deyil. Yəni bunu da hamınızı nəzərdə çatdırım. Demək, kimlər evini satmaq istəyirsə, səhifədəki nömrədən əlaqə saxlasınlar. Oradan evimizin nömrəni götürsünlər. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyin yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 225.000 start qiymətdir. Ev sahibi də qəşəng endirim eləyəcək. Yəni gəlin, yerində baxın, evin keyfiyyəti göz qabağında olacaq, endirimdə olacaq. Birbaşa sahibidən görüşəcəksiniz. 225.000. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin.